Deyirsən ki, bayaq söylədim sizə. İndi deyirlər, Amerika qara qüvvəni hardan getirəcək? Amerika qara qüvvəni gedirlər, oradan demək ki, Xuzistan, Əl-Əhvazdan. Ərəblər də Əl-Əhvazdakı qrupları, silahlar hamısını dəstəkləyir. Hamısını dəstəkləyirlər. Başlayıblar, bəyanatlarla çıxış edirlər, elə bizi qırıbdır, qıracaq, filan eləyəcək. Bəluçlardan girəcək. Bəluçlar, çoxdan hazırdılar. Kürtləri də atır, bu Kürtlər də mina daşıyan qatırdılar. Qatıra minanı bağla söyle, bunlar o cürdülər, bunlar. Demək ki, öyle hər vaxt öyle gəldi, bedava birini tap, deyib, bu da Kürtlər. İndi Kürtlər də qorxur. Deyir ki, bizi bir gündə siz Suriye'den sildiniz, yığışdırdınız, belə zatdan sonra. Ona göre Amerika deyir, o kadar baxın da burada görə. Trump oynadır, deyirsən ki, bu burada oynadır, başqa yerdən işi görəcək. Və bəyək da dediniz, Fransalılar açıq danışırlar. ABC və İsrail də və Amerikada, CIA-də, Mussadda, intelijensiya, dolu deyil anadan yerdə. İllərdir işlədiblər, orada səfalət var idi. $100 adam demək ki, işə götürüb. $100 İran adlanan yerdə Fəxrizadənin demək ki, bomba nədir, nüvənin atası, nüvənin alimi. Bilirsən nə cür vurdular? Xanımısı ilə özünün arasında 30 santimetre fasiləsi yoxdur maşının içində. Gəldi bir maşın dayandı, onda da yıxdılar, ay bu Bakıdan gəlib nəmləmənə. Bir dənə maşın dayandı, üstündən bir dəs yok aldı, tak vurdu. Xanımına da istəd oldu, dedi, mənim elə böğrümdeydi ya. Onda vurdular Fəxrizə, getdi. Yani məsələ budur ki, bu günlərdə hay düşübdür, necə bizim o, nə deyilsə, Qudrar Vadisi vardı. Dedi, onun dişini çıxartdı. Niyə? Dedi, onun dişində, CIA onun dişinin dibinə dəmir qoyubdur, o azdır. Hamısının deyir ki, bilirsiniz nə var? Ağanın da, bağanın da, böyücüzün ikisinin də İsraillər çoxdandır, diş həkimləri qoymuşdu. Hamısının dişinin dibinə dəmir qoyub. Necə ki, o telefon məsələsində. 5000 nəfəri bir gündə öldürdü. Bəyək da söylədim mən. Dedi, oktyabrın 7-sində hamımızı qıracaqlar. Bu İsrail'dir, hələ vaxtında 7 ölkə ilə savaşıbdır. Bunlar canı, bu ona deyir ki, bizim nə Yahud milləti ilə nə savaşımız var. Heç vaxt da Türk milləti olaraq bunlarla savaşmamışıq. Nə İsrail dövləti ilə müdafə. Bizə nə axı? Bizə nə işi var? Bizə nə? İran adlanan yerdə Ruslar soğuk savaş dönemində yox da Yasir Ərəfatın o şahit sadrlarını belli örtü. Yasir Ərəfat çıxıb deyirdi ki, açıqcasına. Çıxıb deyirdi ki, böyük Ermənistan arzusu edirəm. Aparın teröristləri orada da deyildi bu Erməni teröristləri. Sonra bu Əbu Məzən. Bu da bu. Gəldirdi səfirliyi təzə açdı Ermənistanda. Əbu Abbas Əbu Məzən. Ən böyük teröristdir. Çıxıb deyir ki, böyük Ermənistan arzusuyla. Axır güləş kimi ne? Deyirdi mən saldat, əskər göndərim Ermənistanın prezidentinə deyildi. Gəlsin demək ki, sizin xeyrinizə Azərbaycana qarşı savaşsın. Azərbaycan diyor ona pul verirlər. Beytillahmə olaraq kömək eləyir. Deyir, ay hayasız, terörist. Senin derdin ne Azerbaycan? Erməni defalı bugün